Novruzov Amin Taciddinoğlu 16 Avqust 1996-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olub. 2002-2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. 2014-2016-cı illər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 2-sində Zəngilanın azad edilməsi zamanı şəhid olub. Vətən müharibəsi qəhrəmanı, vətən uğrunda və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Məkanı cənnət olsun şəhidimizin.